hiçbir şey elətdirməmişəm, təmizlətdirdim. Belə oldu. Qəşəng görsənir belə də. Aparatdan su doldururuq, onu doldurmağa getmişdik. Dedik marketdən bir iki şey alaq. Milka'nın bu şokolatını aldım. Çox qəşəngdir bu. Qatqısızlı deyirlər. Çay. Rahim özünə maşın götürdü. Doymakın ununu aldım. İndirimdeydi mayonez. Sevimli sençikalarımız. Ve Activia bu var ya, çox dadlıdır, çox. Siz yəqin geçmişsiniz. Mən bunu çox xoşlayıram, Activia. Götüralım bir mənim. Milayım. Son vaxtlar bunu çox bəyənirəm, çox qəşəngdir. Və filə aldım, salat edəcəm. Rahimin şokolatı və qarğıdal aldım salat üçün. Çəkimiz də cırılıbdır. Bunların hamısı elədi 37 manat. Hər birinizi yeni vlogumdan salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bugün də həftə sonudur, evdəyik. Günə gec başlayırıq çünki oruç tuturuq. Allah hamının orucunu qəbul eləsin. Nilay da bizə qoşulub oruc tutur. Gözləyirəm ki, arada yəqin ki açar orucunu, amma açmadı. Hərəkət tutur. Başlayıram evi yığışdırıb təmizləməyə. Bu sonsun nə qədər də yığışdırsam, uşaqlar gün deyil. Bilirəm ki, hər gündə eyni işləri görürəm. Əslində mən vlogu dünən paylaşmalıydım. Sadəcə olaraq qarşıma bir video çıxmışdı Instagramda. Bəlkə də bir çoxunuzun qarşısına çıxıb videonu gördüm. Ondan sonra pis oldum. 2 gün o videonun təsirində oldum. Ona görə də vlog çəkib paylaşmadım. Videoda bir qız anasını itirir. Anasının sonuncu dəfə hazırladığı, soyuducuda saxladığı yeməyini kamera önündə yeyir və yedikcə də başlayır ağlamağa. İnanırsınız, o videonu görəndə, yəni qızla bərabər ağladım. Çox mənə pis təsir elədi. Çünki o anı mən də yaşamışam. Hətta o qız bir reaksiyalar verəcəyini əvvəlcədən bilirdim. Yəni o acısını iliyimə qədər hiss elədim də. Mən də vaxt ikən elə bir şey eləmişdim. Mamamın hazırladığı yeməyi yemişdim və o yeməyi yeyəndə fikirləşdim ki, bunu anamın bu həyatda sonuncu əlinin dadıdır yeyəcəm və başladım yeməyə. Sonra fikirləşdim ki, bunu mənim anam hazırlayım, anam toxunub və bu müddət olmayacaq, sonsuza qədər olmayacaq və onu fikirləşdim və başladım ağlamağa. O videonu da görəndə qız elə ağlamağını çox pis mənə təsir elədi. Elə bil ki, o günlərimə qayıtdım. Travmalarım elə bil ki, oyandı. Ona görə 2 gün belə ab havasına çıxa bilmədim və o videonu bir çox səhifələr paylaşmışdı. Mənə də çox pis təsir eləmişdi. Yəni yaşadığıma görə inanırsınız videoya baxa ağladım da, yəni. Mən ümumiyyətlə negativ olan xəbərlərə baxmıram. Ümumiyyətlə hansısa bir ölüm hadisəsidir, faciələrdir, belə şeylərə qəti şəkildə baxmıram. Çünki həssas olduğuma görə mənə pis təsir edir. Ancaq fəlsəfi mənası olan fikirlər, hansısa bir hadisələr olsun, onlara baxıram və yaxud da ki, psixologiya elminə aid olan bir şeyləri dinləyirəm. Çox xoşuma gəlir açığı. İnsan düşüncəsinin, fəlsəfəsini çözən videolar ki var, onun haqqında danışılan videolara daha çox baxıram. Beynimdə analiz edirəm ki, doğrudan da bu şey, məsəl üçün, mən bu məqamda belə eləyərdim və yaxud da doğrudan məndə belə bir məqam olmuşdu, mən belə eləmişdim. Buna görə imiş. Bugünkü vlogumda əsasən ev işləri görməkdir və sizinlə bir neçə maraqlı söhbətləri eləmək istəyirəm. Ən çox da neçə vaxtdır sizinlə bölüşmək istədiyim, hər kəsin dilindən düşməyən bu manifest söhbətidir. Bunları istəyirəm ki, biraz aydınlıq gətirək ki, bu manifest nə deməkdir? Kainatdan nəsə istəmək, manifestləmək, bunlar nə deməkdir? Bəlkə də bir çoxumuz mənasını bilmədən günah qazanırıq. Pələşk eləyim, bir də görün başqa nə bişirə bilirəm. Hava ilə qəribədir. Gedim iftar yeməyimi hazırlayayım, istəyirəm pələşk eləyəm, istəyirəm qızartma eləməyim də. Küftə falan eləsəydim, məl olar bu suluqu. Belə şey pələşk eləyəcəm. Hamı evdədir. Bu havada çox darıqram. Rəyimdən rayona getmək keçir. İstəyirəm ki, rayona gedim. Amma orucluq bu vəziyyətdə gedə bilməliyik.
Allah eləsin işdə də yaxşı vaxt versinlər. Bir 10 gün falan bayramda qalaq evdə. Onda gedərdim. Biraz qalardım rayonda. İşte gedək, işlərimizi görək. Siz neyirsiniz? Oruç necədir? Necə gedir? Necə keçirdirsiniz? Çalışın ki, tuzlu yeməklər, yandıran belə də, susadan yeməklər yeməyin. Allah hamımızın orucunu qəbul eləsin. Sağlamlıqdır. Keçən il mən dərman içirdim də, müalicə alırdım. Yəni 4-5 dərman birdən içirdim. Onu eləmişdim ki, günorta içilən dərmanları atmışdım öz başına axşama. Amma tutmuşdum da. Həqiqətən həkimim hirsləndi birinci. Sonra analizlərimin cavabı yaxşı çıxandan sonra dedi ki, tut. Tut. Davam elə. Amma birinci demişdi, niyə eləmirsən? Olmaz ac qalmaq falan. Demək, həkim sağlamlıqdır məncə. Mən elə düşünmürəm də. Amma yaxşı oldum, şükür Allaha. Gözəl də cavablar aldım həmin vaxtlarda. Allah heç kimə xəstələndirməsin. İndi 6 aydan bir müalicə alıram nəzarətlə. İndi dərman içmirəm. İstəyirəm ki, yanvar ayının əvvəlindən saxlamışam dərmanlarımı. İstəyirəm ki, hardasa bir ay belə fasilə verim. Sonra başlayacağım vitaminlər içməyə. Saçıma görə də vitaminlər ümumiyyətlə başlayacağım qəbul eləməyə. Dedim, biraz orqanizm özünə gəlsin. Həm də oruç tuturam, qoy təmizlənsin. Orucluqdan sonra inşallah başlayacağım vitaminlər içməyə. Belə, gedim, xunandı yığışdırım. Bir-iki zibillər var, onları da atım, gülü də atım çölə. Qoymuşam kaldora. Başlayayım. Getdik bir yerdə işlərimizi görməyə. Son vaxtlar bir şey diqqətimi çəkir. Amma manifestdən danışır. Deyirlər kainata enerji göndər, kainat sənə qaytaracaq. Hətta bunun kursları var, təlimləri var. İnsanlar pul verib öyrənirlər. Mən də düşündüm, bu nə daxil? Düzdür, əvvəllər mən də manifest deyirdim, enerji deyirdim, hamıya qoşulub bir ağızdan. Yəni deyənlərdən idim, amma heç araşdırmamışdım ki, bu nə deməkdir. Deyirlər ki, kainatdan istəmək lazım. Bu söz açıq xoşuma gəlmədi. Mən inançlı biriyəm. Yəni Allaha inananam, Allahın möcüzələrinə inanan biriyəm. Sadəcə olaraq o kainat söhbətindən sonra onu yığışdırdım. Day demədim o sözü. Başladım araşdırmağa ki, bu kainat nə deməkdir ümumiyyətlə. Bunun ayrıca bir elmi fakültəsi yoxdur. Daha çox motivasiya, pozitiv düşüncə, psixoloji anlayışlarla olur. Sən bir şeyə çox fikirləşəndə beynin ora fokuslanır, imkanları görməyə başlayırsan. Bu isə başa düşüləndir. Ümumiyyətlə psixologiya elmdə var. Bu psixologiya bilirsiniz bir elmdir, bunun təsiri var. Burada bu şeylər var. Ümumiyyətlə şuuraltı təsir, şuuraltı düşüncələr bunlar var. Mənim çatmayan odur ki, biz niyə gücü kainata veririk? Kainatı yaradan kimdir? Gördüyünüz kimi yığışdırdım. Burada amma nə qədər qab yumalıyam. Ümumiyyətlə, kainatdan istəməkdənsə, kainatı yaradan Allahdan istəmək məncə doğru olar. Kainatdan bunu istə, bu arzu istə yerinə yetəcək. Məncə bu çox səhv bir fikirdir. Kainatı Allah yaradıb. Ona görə də yaradandan istəmək lazımdır, yaradılandan deyil. Bu mənim şəxsi düşüncəmdir. Bəlkə də kimsə mənim bu fikrimə görə qınayar. Ancaq bu cümlənin özü, yəni analizi budur və bu səhv istənilir ki, yəni kainatdan istə söhbəti düz deyil. Manifestləmək sözünə razıyam hardasa, çünki psixologiya elmində də var. Hər hansı bir arzunu, istəyi bəyan edirsən, bildirirsən, təsəvvür edirsən, bu düz bir şeydir. Yəni mən də yaşamışam və olubdur da. Manifest düzdür. Sadəcə olaraq kainatdan istə, kainata göndər söhbəti məntiqsiz bilirəm. Çünki kainatdan nəsə bir şey istəyə bilməzsən. Sən kainatı yaradandan istəyə bilərsən. Mənim şəxsən olub manifestlədiyim, onu manifestləyirəm deyərək belə müraciət eləməmişəm. Sadəcə olaraq israrla istədiyim, xəyalım qurduğum bir şeylər olub və onlarda yaşayıram. Bəs siz nə düşünürsünüz manifestlə bağlı? Fikirlərinizi rəylərdə yazın. Qablarımı da yudum, yığdım bura. Bitirdim. Bura oldu boş, amma iş gördüyümə görə yenə başlamışam da dağıtmağa buraları.
Piraşka edirəm. Mən illərdir bu reseptlə hazırlayıram. 1 stəkan süddür, 1 stəkan da sudur, 1 xörək qaşığı şəkər, 1 xörək qaşığı da duz, bir də maya, 1 xörək qaşığı maya dolu tökürəm. Belində ilıq eləmişəm ki, biraz şey olsun da mayalansın yaxşı. Bu mayalansın, turaq marketə düşüb, yumurtam yoxdur, buna bir dənə yumurta vurmalıyam. Buna kimi bu özünə gəlsin, kartofu soyum qoyum qaynasın. Onlar da yəqin gələrlərdi. Onlar da markete gedəndə də gec qayıdırlar. Uşaqlarla gedib. Başlayayım, davam edeyim. Kartof biz maşından məhəllədə gətirib satanlardan alırıq. Bu dibində olanıydı. Çox balacadır da. Həm də biraz tozludur da ətin ürpənir, özümdən asılı deyil. Belə dedim, bu su axadım üstünə, elə başlayayım soymağa. Tozlu olanda səsi gəlir tozun, özümdən asılı deyil. Bir soymaq var ya. Bıçaqdansa mənə bu sərf edir. Rahatdır, daha söz verirəm, rahat. Düz deyil, bıçaq daha da qalın soyuyor. Bir də görsən, adam tələsən də çox qalın götürür da bıçaqla soyanda. Amma bunda elə deyil. Görə bu soyanlar yaxşıdır. Məncə bu işlərim evdə də olanda qaça-qaçla görürəm. İndi də iftara az qalıb. Hey. İşir. Başıma birisi nə gəldi? Qabım əridi. Süd buna. Bura qazın yanına qoymuşam. Bunu da burada yeyirdim. Buna bax. Burası batıb düşür. Bunu başqa qaba töküm. Sütün siləndə yaxşı qoymamışam da qapağı. Od bir tərəfdən çox vurub. Buna baxın, qabım deşildi. Bura tökdüm. Neyse, bu qabı qoyum təzdən. Qorxuram, zəhərlənib eləyək. Bu deyib buna. Görürsünüz, sağlam. Buna baxın. Əriyib buna. Bir də təzdən eləyim. Mayalanmışdı, yaxşı az qalmışdı. Təzədən hazırladım. Qorxuram, ora qoymayacağım qazın yanına. Burada mayalanar özü üçün. Burada özü üçün mayalansın. Ora qoyan deyiləm. Özü iyi də gəlmir ha. Bir damcı rezini, tüstü falan heç bir iyi gəlmir. Neyse, çıxardım. Turaq il hələ gəlməyib. Bunu elə belirlərdim. Hər ehtimalın başqa yemək deyəcəm. Şu acınmışam, acıq gəlmədi iş. Hay Allah, bugün mənim günüm deyil. İndi yerə tökdüm. Hamısı azlıqdandır məncə, əlim əsir. Neysə. İstənməyəcəm. Halım yoxdur, onun üstə özümü göstərəcəm, deyinə. Pişsin. Peçi də nə qədər təmizləyəsən, bir-iki illərdir ki, bu qaz peçini təmizləmirsən də, elə kənardan görsənir. Çox köhnədir, bunun indi işlədən var. Neysə, bir dənə köçsəydik, ay Allah. Qonunları çəkin, qapını döyürlər. Hə, gəlin. Nə, çıxarlı bu. Gəl, Rahim çəkidir.
Knopkanı basmak istedim. O işlemir. Ne robotaydı. Gidi. Tahta tapam. Bu ne çok iyi yani. Ne iyi bilirsin neler olur. Ha, yandırım sen de sen. Qabəridir. Az kaba. Şey, kalçuk qabımın biri. Ne olacak? Kukupa yakalar. Kupa yakılar. Soyunur. Kaç yaşındasın? Ver onlar görün ben. Buyuram icazı. 1000 liradan götüremiyorsun. Harbiden yerden kesilmiş o. Getir. Əsas yumurtanı verəm şu onu qırır. İbrahim Çek, kaç yaşındasın? Televizyonda. Sağ ol Turan. Bağlayalım. Ayakkabı çıxar. Rəy nələr alıblar. Bu ikinci. Gündə 2 dəfə alır oraya. Ayda. Hadi. Bulka alıblar. Millan labnesi. Əladır bu labne. Türk labneləri, Türkiyənkili nasıl bu yaxşıdır. Mən də xoşlayıram. Çörəyimiz. Yumurta. Hətta bir yumurta qırılır. Hətta çox. Ay bala. Aldı. Neyse ben bu şeyler. Elimi neye vururum? Kırıp dağılır. O şeye çıkart buradan. Yumurta kabını çıkart. İbrahim Çek, kadar istediğin abi var. Nerede o? Şot kaldın özüve. Bak bunu. Şampun. Bu çok geçe şampundu. Yumuşak değil kurutmuş. Ne buna apar koy. O bir tarafa koy. Hamamda var. Bu nerede? Aha. Bunu israz Nilay aldırır. Nilay da oruç tutur. Nerede koyuq alıb durar. Bak balaca alıb. Rahmi soku. Yani. Hem aldırar. Bu nerede? Balaca da niye böyle az alıp? Hay Allah, öldürəm acınma, anacınma. Ne var? Qalsın. Şey deyəcəm axı mən. Mayonez var ama smetana da var. Ondan da böyle yumuşak oluyor. Steven. Elimden edeyim axı. Ayrıca kimdə yoxdur. Biraz kalsın böyle. Sonra havada kızartacağım. Bankalar var. Saklayın çok. В общем, 40 sakız alın. Сейчас, секундочку. Ben buradaki benim sakız. Çok var bir şey. Onların patpişiklerime maraqlı değil. Hiç olmaz. В общем, tamam. Вот, böyle geçelim. Просто hamısı yerleşmeyip buralarda konuşalım. İşte toyuğu koydum, kızarsın böyle. Kapağını örtürəm. Kapak buna düz gelir. Öndeki nerede? Kağıt. İşte burada da kaynadı. Kartof hazırdır. Çok kaynıyor bir. Her bir şey dinleyeceğim bunu. Püre edeceğim. Burada da hamur acısı. Burada da bu var. Yorucumuzu açaq. Başlasın. Gözlərəm, düş yumaq vaxtı deyil hələ. Hazırdır, göydə qatdım belə. Uşaqlar istəsə biraz verəcəm, yesinlər. Xəmir də açsın. Pirəşq edəcəm. İftarımızı açdıq, yeməyimizi yedik.
Piraşkiləri qızardıram burada. Və burada qızardılar. Çox qəşəng ləzzətli, yumuşaq olur. Soyuduqca yumuşaq olur. Baxın. Piraşkiləri bişirdim, bitirdim. Ben de çay sizin. Gittim oturum. Çayımı da içeyim. Piraşkiləri biraz yiyeyim. Bunları da yaparım.